Yeni mövzumuz xəritələr. Xəritə nədir? Ümumiyyətlə, xəritədir, qlobusdur, plandır. Bunlar biz demişdik, kartoqrafik təsvir vasitələri hesab olunurlar. Xəritə yer səthinin müstəvi üzərisində kiçildilmiş təsvir vasitəsidir. Yəni, bu təsvir vasitəsinin biz üzərisində müəyyən şərti işarələrlə də veririk deyə biz belə deyirik ki, yer səthinin kiçildilmiş müstəvi üzərisində şərti işarələrlə olan təsvir formasına xəritə deyirik. Biz xəritələri dərslərimizdə həmişə istifadə edirik. Fiziki xəritə, nə bilim, siyasi xəritə olsun, məsələn, Azərbaycanın fiziki xəritəsi, yarımkürələrin fiziki xəritəsi, dünyanın fiziki xəritəsi və s. digəri olsun, nə bilim, iqlim xəritəsidir, geomorfologiya xəritəsi, süxurların xəritəsi, çoxdur. Hara baxırıq xəritədən onsuz da kitabda. Və çalışaq ki, dərslərimizdə həmişə bu xəritənin üzərisində nə edək? İşləyək. Çünki xəritə bizim üçün vacibdir. Coğrafiyanı öyrənmək dili xəritədir ha. Mütləq şəkildə xəritə işləməliyik. Bunlar xəritələri biz tərtib etdiyimiz zaman kartoqrafik modelləşdirmədən istifadə edirik. Yəni, burada yadda qalmalı olan bir şey nədir? Kartoqrafik modelləşdirmədir. Kartoqrafik modelləşdirməni biz necə aparırıq? Hansı əsaslara aparırıq? Kartoqrafik modelləşdirmənin 3 əsas prinsipi var. Buna biz baxmalıyıq burada. Hansı prinsiplərdir bunlar? Kartoqrafik generalizasiya, riyazi əsas, kartoqrafik işarələr. Deməli, yoldaşlar, kartoqrafik generalizasiya nədir? Generalizasiya ümumiləşdirmə deməkdir. Yəni, belə deyək də, ərazini təsvir etdiyimiz zaman biz ərazini ümumiləşdiririk və orada bizə lazım olan əsas məlumatları götürürük onun içərisində. Və burada, məsəl üçün, biz deyək ki, hər hansı bir yaşadığımız ərazinin xəritəsini tərtib edirik. Xəritəni biz tərtib etdiyimiz zaman, təbii ki, də, məsəl üçün, burada Əligilin bir marketi var, balanca bir marketdir. Bu marketi mən niyə götürüm xəritədə təsvir edim? Bu kimə lazım idi? Balanca bir yer idi, bir putka idi balanca. Yəni, burada bir ayaqqabı təmir yeri var, balanca kimsə bir putkası var. Bunun nəyə təsvirini verirəm ki, mən xəritədə? Hə, xəritədə bizim üçün vacib olan əsas komponentləri götürürük. Əsas olmayanları da çıxardırıqsa, artıq biz buna nə edirik? Xəritədə ümumiləşdirmə etmiş oluruq. Və biz buna deyirik ki, generalizasiya adlanır. Yadda saxlayaq nəyi? Bax, bu testlərə falan düşür, istifadə olunur. Deyək ki, bu ərazini təsvir etməliyəm. Bu böyük miqyaslı bir xəritənin üzərisində. Kiçik ərazini böyük miqyasda təsvir edirəmsə, o zaman generalizasiya az olur. Bax, miqyas böyüdükcə ümumiləşdirmə nə olur? Azalır deyəcəksən. Miqyas böyüdükcə ümumiləşdirmə azalacaq. Yox, mən böyük bir ərazini kiçik bir xəritənin üzərisində təsvir edirəmsə, artıq nə olur? Ümumiləşdirmə çoxalır. Yəni, xəritənin miqyası kiçildikcə ümumiləşdirmə nə olacaqdır? Artmağa doğru gedəcək. Bax, bu tərif bu şəkildə yadımızda qalsın, testlərə düşür bu. Riyazi əsas nədir? Burada kartoqraf proyeksiyaların köməyi ilə biz yerin küçə səthində müstəvi səthə keçidi təmin edirik. Yəni ki, biz burada nə edirik? Riyazi hesablamalar aparırıq. Riyazi hesablama varsa, bu riyazi əsasdır. Proyeksiyaların köməyi ilə biz keçəcəyik indi birazdan sonra proyeksiyaları köməyi ilə nə edirik? Biz orada hesab işləri aparırıq və xəritəni tərtib etmiş oluruq. Kartoqrafik işarələr isə nədir? Təbii ki, də bunlar da bildiyimiz normal şərti işarələrdir. Biz deyə bilərik. Burada var, məlumat verilib. Yenə bunu da oxuyarsınız, özünüz üçün görərsiniz nə var, nə yox burada. Yəni, bu birinci səhvədən oxuyacağımız, yəni 3 kəlmə bax bu sözdür. Bir xəritənin tərifidir, bir də 3 kəlmə bu sözü biz bilməliyik ki, nədir, nə deyil. Sonra gəldik kartoqrafik proyeksiya və təhriflər. Təhrif nədir? Təhrif səhv deməkdir. Biz xəritə üzərisində meridian və paralellərdən istifadə edirik və bu meridian və paralellərin yaratdığı şəbəkə xəritədə adlanırdı kartoqrafik şəbəkə, qlobusda isə coğrafi şəbəkə hesab olunurdu. Bu yadımızda qalsın. Həmin bu şəbəkə əsasında biz təhrifə, səhvə yol vermiş oluruq, yadda saxlayaq. Yəni, bunu bilirsiniz, uşaqlar, necə izah edirəm? Mən həmişə görüb tapıram, evdə kağız zad da yoxdur, Allahın olan kimi. Müəllim evində kağız yoxdur, Allah.
Doğal olarak yapmayacaklar. Evet, bunlar biraz. Ha, baxın, burada bir balaca belə bir balaca bir tıqqılı nə var? Qlobus var. Eləmi? Bu qlobusun üzərisinə mən bu kağızı yerləşdirməyə çalışıram. Bax, bütöv tutmadım. Görürsünüz uşaqlar, bu kənarlar nə qaldı? Göydə qaldı kənar hissələr. Eləmi? Bax, kənarlar görürsünüz göydə qaldı. İndi götürürəm, mən bu qlobusdan, həmin bu kağızdan müəyyən bir hissəni kəsirəm, çıxardıram, belə-belə. Baxın, kağıdı saldım belə bir hala. Görürsünüz kağıdı. Saldıq belə bir hala. Gətirirəm bunu mən, həmin bu kağızı bunun üzərisinə qoyan zaman, hə, görürəm ki, artıq o bayaq olan artıq hissələr nə oldu? İndi bilmirəm, görə biləcəksinizmi? Artıq hissələr yoxa çıxaraqdan tamamilə kağız nə etdi? Bu qlobusun üzərisini örtdü. Bax, bizim yerimiz kürə təsviridir. Biz kürə təsvirində bu şəkildə təsvir etdik. Ona görə deyirik ki, qlobus təhrifsiz təsvir vasitəsi. Amma xəritə nədir? Təhriflidir. Bax, normalda görürsən, bu qlobusun üzərisində heç bir yer açıq qalmayıb. Normal şəkildə hamısını örtmüşük, problemsizdir. İndi mən bu kağızı açıram, keçirəm nəyə? Müstəvinin üzərisinə. Açdım kağızı belə. Açanda gördüm ki, nə oldu? Burada boşluqlar qaldı. Həmin bu boşluqları mən özümdən meridian falan atıram, verirəm deyə, ona görə mən müstəvi üzərisində, xəritə üzərisində nə edirəm? Təhrif etmiş oluram. Məsəl üçün, bəlkə də qarşınıza falan çıxıyor bir dənə olar. Hətta mən onun bir dənə şey var idi, səhifə var idi. Orada uşaqlara keçən il göstərmişdim onu. Tapsam onu yenə sizə göstərərəm. Belə bir şey qarşımıza birdən çıxır ki, deyir ki bizə Rusiyanın qərbindən şərqinə olan hissə, bu boyda məsafə, Afrikanın bu hissəsinə nədir? Bərabərdir. Belə bir təsvir çıxır qabağımıza. Bax, bu düz fikirdir. Təbii ki də bu düzgün fikirdir. İndi onu bir dəqiqə gözləyin uşaqlar. Onda ben öncelikle daha çok hız kazanırdım. Hə. Bax uşaqlar, biz təhrif deyəndə bax bunu deyirik. Məsəl üçün burada biz Rusiyanın xəritəsini götürdük, görürük. Rusiyanı aşağı gətirdikcə nə oldu artıq? Rusiyanın ərazisi həqiqətən də Afrikanın bu hissəsinin təxminən bərabər olmuş oldu. Amma qaldırdıq şimala gördük ki, Rusiya çox nəhəng. Düzdür, Rusiya onsuz da sahəsinə görə ən böyük ölkə hesab olunur öz yerində. Məsələn, bax burada Çini gətirib qoyublar. Çin görürük ki, burada daha şeydir, amma Afrikanın bu kiçik hissəsinə bərabərdir. Məsəl üçün Azərbaycanı etdik biz. Azərbaycanı götürdük, apardıq qütbə. Azərbaycan daha böyük formatda nə oldu? Görsəndi təbii ki də. Yəni hər hansı adi deyək Türkiyə yazsaq bura. Okay. Ha, Türkiyəni götürdük. Türkiyəni aparırıq qütbə doğru nə olur? Sahəsi artıq böyüməyə doğru gedir. Qütbə doğru getdikcə böyüyür sahəsi. Hətta qütbə nə boyda oldu. Yəni biz bunu məsəl üçün Qrenlandiyanın üzərisində adi öz xəritələrimizdə nə yazılır görən Qrenlandiya, Grenada, Grenland. Hə. Hə, biz öz xəritəmizə fikir versək görürük ki, bax, məsəl üçün gəlin baxaq öz siyasi xəritəmizə. Burada görürük ki, Avstraliya kiçik verilib, Qrenlandiya böyük verilib. Bax, bunun özü bir təhrifdir, səhvdir. Ha, belə baxanda bir xəritdən baş çıxan adam deyər ki, nətər Avstraliyanı mən materik kimi qəbul edirəm, amma Qrenlandiya bundan böyük verir, mən bunu ada kimi qeyd edirəm. Amma gəlin indi baxaq xəritənin üzərisinə görək Qrenlandiyanı aparıb çıxarsaq Avstraliyanın ərazisinə nə boyda olacaq Qrenlandiya? Gördünüz? Və gördük, Qrenlandiya əslində bu qədər kiçik bir sahəymiş. Yəni, bax, bu şəkildə biz xəritədə həmin o bayaq dediyim kimi müstəviyə biz keçid etdiyimiz zaman istər-istəməz nə edirik? Səhvə yol vermiş oluruq. Yəni, bunun şəkli də məncə Güvənin kitabında da qəşəng veriblər və görürsən, həmin bu boşluqdan söhbət gedir. Bax, bu boşluqlar. Bu boşluqları biz nə edirik? Elə bir özümüzdən meridian və paralel verib doldururuq deyə həmin bu ərazidə biz səhvə yol vermiş oluruq. Təbii ki, də bu səhvləri aradan qaldırmaq üçün biz müəyyən həndəsi proyeksiyalardan istifadə edəcəyik, müəyyən proyeksiyadan istifadə edəcəyik ki, bunların hesabına biz müxtəlif şəkildə xəritə tərtib etmiş ola bilərik. Ümumiyyətlə, kartoqrafik proyeksiyalar təhrif xüsusiyyətinə görə aşağıdakı hissələrə ayıracağıq. Biz bərabər bucaqlı, bərabər sahəli və ixtiyari proyeksiya. Bərabər bucaqlı proyeksiya yadda qalmalı olan hissələrini deyəcəm ha bax. Konform yadda qalsın. Bu xəritə Mercatorun xəritəsidir. Misal göstərmək olar. Bərabər bucaqlıda. Bax, biz uşaqlar ümumiyyətlə bunu qeyd etmədim. Bucaq
forma, uzunluq, bir də sahə olmaqla 4 dənə təhrif forması var. Biz heç vaxt xəritədə bu təhriflərin 4-ünü də eyni vaxtda sıfıra endirə bilmirik. Ümumiyyətlə sıfıra endirmək deyəndə sıfıra yaxınlaşmaq deyək də biz buna. Yəni sıfıra eyni vaxtda 4-ünü də yaxınlaşdıra bilmirik biz. Yəni bunun maksimum birini və ya ikisini, ən yaxşı halda ikisini sıfıra yaxınlaşdıra bilirik. Buna baxırıq. Məsələn, bir deyək ki, xəritə tərtib edirəm. Burada mənə lazımdır ərazilər, sahələr düz olsun. Ona görə sahə təhrifini sıfıra yaxınlaşdırıram. Formaya, yəni bucağa görə məsəl üçün xəritə tərtib edirəm ki, bucaq tərhifi maksimum azaldılmaq lazımdır. Və bu zaman bu proyeksiya bizim nə edir? Köməyimizə gəlib çatırlar. Bax, bərabər bucaqlı proyeksiya. Görün, bucaq sözü varmı? Var. Adı keçən təhrif sıfıra bərabər olur. Bərabər bucaqlıda bucaq sıfıra endirildi. Konform xəritə adlandırdı. Mercatorun xəritəsidir. Dəniz naviqasiyon işlərində istifadə olunur. Bərabər sahəli xəritə ekvivalentdir. Sahə təhrifi sıfıra endirilir. Qal-Petersin xəritəsi proyeksiyası buna uyğun gəlir və bu xəritələr daha çox materik və okeanların sahəsini ölçmək işlərində istifadə olunur. İxtiyari və ya sərbəst proyeksiya deyirik biz buna. Bu proyeksiyanın növləri çoxdur əslində. Sadəcə biz üçündən, dördündən öyrənirik. Bu proyeksiyalar isə buna biz nə edirik? Daha çox tədris məqsədilə istifadə olunur. Bunu yadımızda qalsın. Açar məqamdır. Bu yadda qalsın. Bir də burada sahə və bucaq təhrifinin sıfır olmağı var. Birincidə bucaq, ikincidə sahə, üçüncüdə sahə və bucaq. Hər ikisi getdi. Və bu bərabər, bir də bunun daxilində bərabər aralıqlı proyeksiya var ki, ara, yəni məsafə təhrifi sıfıra endirilir. Yəni çox belə lazım olan bir şey deyil təbii ki, abituriyent üçün. Amma yenə də testdə, dibin testində falan qarşımıza təbii ki, də buna aid suallar çıxacaq deyə biz baxmalıyıq buna. Sonra biz xəritənin tərtibində bayaq qeyd etdik ki, həndəsi fiqurlar istifadə edirik. Silindirdən istifadə edirik. Sonra konusdan, azimutaldan, çox uzun proyeksiya kimi proyeksiyalar. Bu həndəsi proyeksiyalardır. Xəritə tərtibatında istifadə olunan proyeksiyadır. Silindrik proyeksiyada nəyə fikir verməliyik? Bax, testdə qarşımıza çıxır. Götürür sənə belə düz bir dənə xəritə verir. Bu xəritə bu şəkildə verilibsə, bilginən ki, bu silindrik proyeksiyadır. Bu şəkildə verilibsə, bu artıq nədir? Konus proyeksiyadır. Bu şəkildə verilibsə, artıq bu azimutal proyeksiya. Bizdən bax götürüb bax bu şəkilləri verirlər ha, testin içərisində. Atırlar ki, bu şəkil hansı proyeksiyaya aiddir. Diqqətli olaq. Silindrik proyeksiya nədir? Silindrik proyeksiya normal silindir, yəni turbadır elə bil ki. Turbanın içinə topu atırsan elə bil və biz bilirdik ki, yer kürəsi ekvatordan çəkik formada, qütbdən isə basıq formadadır. Yəni yerin orta hissəsi biraz şişdi deyə biz o topu atanda turbanın içərisində nə oldu? Ekvator hissəsində toxunma baş verdi. Həmin toxunma hissəsində təhrif nə olacaq? Sıfıra bərabər olacaqdır deyirsən. Bax, bu ekvatorial ərazilərin xəritəsinin tərtibatında istifadə olunur. Məsəl üçün Amazon hövzəsi, Konqo hövzəsi, İndoneziya ərazisi, bunların xəritəsinin tərtibində biz silindrik proyeksiyadan nədir? Mütləq şəkildə istifadə edirik, yadımızda qalsın. Silindrik proyeksiyada əsasən dünya xəritəsində istifadə olunur. Ekvator boyu ərazidə xəritələri çəkilir. Burada paralel və meridianlar bir-biri ilə düz bucaq altında kəsişən düz xəttlər şəklində təsvir olunur. Bax, bu üç dənə qayda yadımızda qalsın. Təkrar edirəm. Dünyanın xəritəsində istifadə olundu. Düz xəritə formasında verildi bizə. Ekvator boyu ərazilərin xəritəsi daha çox tərtib olunur bundan. Bir də meridian və paralellər düz bucaq altında kəsişir. İkinci variantımız konusdur. Konus variantımızda biz deyirik ki, elə bil ki, o olur ya kosanın papağı. Taxırsan papağı belə başı var. Nə oldu? Burada toxunma nöqtələri oldu. Bax, bu qulağın üstündən başının bu yuxarısına toxunma oldu. İki nöqtədə toxunma baş verdi. Kürəyə toxunma nöqtələri 47 və 62 şimal enlikləri boyunca olan ərazilərdir və bu ərazidə təhrif sıfıra endirildi. Bu xəritələr daha çox qütb ətrafı və mülayim enliklərin xəritəsində istifadə olunur bu proyeksiya. Paralellər qövsvari şəkildə, meridianlar isə bir mərkəzdən çıxan düz xətt şəklində olur. Paralel qövsvari, meridianlar isə düz xətt şəklində olacaqdır. Üçüncü proyeksiyamız azimutal proyeksiyadır. Azimutal proyeksiyada elə bir kimi bir dənə silindiri götürürsən, atırsan kürənin üzərisinə. Harada dəydisə orada təhrif nə oldu? Sıfır oldu. Dəymə nöqtəsində təhrif sıfır oldu. Əslində bütün proyeksiyalarda təhrif bir nöqtədə sıfıra bərabər endirilir. Yəni azimutal konusda bizdə durub iki dənə məntəqə vermək əslində düzgün bir fikir deyil, o düzgün yanaşma deyil əslində. Bir nöqtədə əslində biz hər yerdə toxunmanı sıfıra bərabər götürə bilirik. Bir xətt nöqtə deyəndə bir xətt boyunca daha doğrusu belə deyək. Aha.
Ə, Deməli, buradakı azimutal proyeksiyada əsasən qütb ərazilərinin, qütb ətrafı ərazilərinin xəritəsinin tərtib edilmə, xüsusən də Antarktida və Şimal Buz okeanı xəritəsinin tərtibatında istifadə olunur. Bu proyeksiyada paralellər çevrə şəklində olur, medianlar isə bir mərkəzdən çıxan radius formasında olacaqdır və yarımkürələrin xəritəsində nədir? Azimutal proyeksiya istifadə olunur. Bax, bu cümlə yadda qalsın mütləq şəkildə. Yarımkürələrin xəritəsində azimutal proyeksiyadan istifadə olunur. Çoxüzlü proyeksiya isə trapesiya formasında çoxüzlü kəsilmiş formalardır. Sonra Allah'a min şükür adını verib özünün şəklini daha verməyib verəcək. Hə, trapesiya formasında kəsilmiş çoxlu, bax belə elə bir ki, yer kürəsinin kiçik-kiçik hissələrinin xəritəsini nə edirik? Tərtib edirik. Kəsirik kiçik bir hissənin xəritəsini tərtib edərəkdən olan bir proyeksiyadır. Azərbaycan xəritəsində bərabər bucaqlı, konus və çoxuzlu proyeksiyadan istifadə olunur deyəcəksiniz. Xəritənin təsvir üsulları, bunu Güvən daha qəşəng verib, o bir kitab Everest yaxşı verməyib buradan. Burada nəyə baxırıq, nəyə fikir veririk? Təbii ki, biz xəritədə əraziləri dedik ki, müəyyən işarələrlə təsvir edirdik. Burada təsvir üsulları var. Bu təsvir üsulları bizə bu ərazidə nəyin olduğunu göstərir. Daha doğrusu da belə deyək ki, nələrsə xüsusiyyət, müəyyən xüsusiyyətinə görə fərqlənən bir coğrafi obyektlərimi və s. digər nələrsə bizə göstərəcəkdir. Bir çox üsul var. İzoxəttlər, kartodiaqram, keyfiyyət fonu, ad əzbərləməyə ehtiyac yoxdur ki, hansılardır bilinmən. Biz nəyə fikir verməliyik burada? Xəritəsinə fikir verməliyik. Bax, bu xəritələrə, bu şəkillərə fikir verməlisiniz. İzoxəttlər üsulu ilə horizontallar verilir. Hərəkət xəttlərindən marşrut xəttlər, cərəyanlar, nə bilim, marşrut yolları, dəmir yolları falan bunlar verilir. Bax, hərəkət xəttindən izoxətti qaçışdırmayın. Ha, izoxəttlər horizontaldan verilən zamandır. Kartodiaqramla diaqram görürsünüz verilir və diaqram müəyyən hissələrə ayrılır. Hər hissə öz xüsusiyyətinə görə, məsəl üçün belə bir diaqram verir bizə. Diaqramı ayırır. Yazır ki, burada nə bilim dəmir filizi var, burada mis var, burada nə bilim polimetal var, burada qeyri-filiz var. Yəni, bunlar da hərəsinin bir şeylə işarə edir, hərəsi bir rəhlə təsvir verir bizə. Bax, bu olur artıq kartodiaqram üsulu. Keyfiyyət fonunun üsulu, bir də kartoqram üsulu, biraz kartoqramı bu yaxşı verməyib burada. Kartoqramı Everest daha qəşəng verir mənim zənnimcə. Bu dimin testində istifadə olunub. Görə biləcəyikmi? Bax görürsüz bu şey var, dörd bucaq içi ştrixlənmiş dörd bucaq. Bax o kartoqram üsulu təsvir vasitəsilə, kartoqram təsvir vasitəsilə yadımızda qalsın. Bu kitab yaxşı verməyib onu, Güvən yaxşı verməyib. Keyfiyyət fonundan nəyi qaçışdırırıq? Həmişə areal üsulu qaçışdırırıq. Çünki hər ikisində rənglərlə təsvir vasitəsidir. Hər ikisi rənglərlə təsvir vasitəsidir. Amma fərqi var. Fərqi nədir? Fərqi ondan ibarətdir ki, keyfiyyət fonunu üsulu dediyimiz üsulda biz fiziki xəritə istifadə edirik. Məsəl üçün, fiziki xəritədə gördüyümüz ərazidə. Deyək ki, baxaq burada biz fiziki xəritəyə. Çox adam elə bilir ki, burada yaşıllıq vermişəm, eləmi? Bax, bu ərazi yaşıl vermişəm. Bu ərazi otlaq ərazisidir. Ot var burada, yaşıllıqdır bura. Çəmənlik, çiçəklik yer. Amma bura Turan ovalıdır. Burada səhra var. Başa düşdük. Məsələn, bura tünd yaşıl verilir. Bu o deməkdir ki, bura daha çox otludur, bura daha az otlu olan ərazidir. Yox, təbii ki də. Yəni, keyfiyyət fonunu fiziki xəritə istifadə olunur və keyfiyyət, yəni yüksəklik artdıqca, məsəl üçün, rəngin tündləşməsi var, ha, şkala verir, aha, bax, burada şkala var. Bax, bu şkala görürsən, nə olur? Hündürlük artdıqca rəng tündləşir. Bax, bu keyfiyyət fonunun olacaqdır, ha. Amma areal üsul nədir? Areal üsul bitki xəritəsində olur, bitkiçilik xəritəsində olur. Ərazilərin üzrə tütünçülük verilib, çayçılıq verilib, nə və ya da digər hər hansı bitkinin yayılmasını areal üsulundan biz verəcəyik. İşarələr üsulu, təbii ki, bura şərti işarələrlə verilib. Xəritə sxem üsulu nədir? Burada artıq real bir görüntü var. Məncə onu da burada daha qəşəng verilib. Həmin bax bu Everestdə bayaq göstərdiyim şəklin üstündə olan şəkil var. Bax, bax bu. Bu xəritə sxem üsulu vasitəsidir ki, burada biz görürük ki, daha çox vizual görüntü varsa orada artıq biz xəritə sxem vasitəsini görmüş oluruq. Nöqtələr nədir? Əhalinin yaraşması, yerləşməsini verir. Və burada nöqtənin, məsəl üçün, deyək ki, böyüklüyünə görə dəyişə bilər, əhalinin sıxlığı belə ola bilər. Və ya nöqtə bir yerdə sıxdırsa, burada əhali daha sıxdır. Seyrək verilibsə, əhali nədir? Daha seyrək məskunlaşmışdır. Bu şəkildə bizə verirlər. Bu da açıqlamaları verilib. Açıqlamalardakı mütləq şəkildə bir dəfə özünüz üçün oxuyursunuz. Sonra da ki, baxın, görün mən nə demişəm, artıq o beyninizdə onu otuzdurun yerinə.
Bu cədvəli əzbər öyrənirik. Xüsusiyyətlər verilib. İndi bir ikisini deyim burada. Bax, məsəl üçün plan verilib. Təsvir forması müstəvidir. Xəritə müstəvidir. Bu kürə formadadır. Miqyaslar verilib. Miqyaslar haqqında deyəcəyik onsuz da. Miqyasın kəmiyyəti sabitdir. Nə bilim, ərazi həddiməsi məhəldir. Bax, burada əsas nəyə fikir verin? Genizasiya kiçikdir, müxtəlifdir, böyükdür. Dərəcə toru, öz, doğram, təhrif. Planda yoxdur, xəritədə var, qlobusda yoxdur. Bax, bunlar sual şəklində də bizim qarşımıza çıxa bilər. Ona görə bu cədvəli nə edirik? Qəşəng-qəşəng əzbərləyirik. Səhifə 42-də oxuyacağımız heç nə yoxdur. Mən bayaq səhifə 42 demişdim. Səhifə 42 demişik, 38-dən başlayırıq biz. 12 səhifə dərsiymiş onda. Xəritələrin təsnifatı. Gəldik bura. Xəritələrin təsnifatına görə müəyyən hissələrə bölünür ki, biz onu da əslində Everest daha qəşəng verib, yəni güvən yaxşı verməyib, xərclərin təsdiqini verib, səhifə 26-da da qəşəng verib. Cədvəl şəklində, cədvəl formatında bax belə bir bölgə əsasında da verib burada. Yəni lazım olsa elə onu bir dənə atıb çəkərsən şəklini göndərərsən qrupa yoldaşlara. Bax orada sinoptik xəritənin də şəkli var. Səhifə 26-da. Bir də xəritənin təsnifatının şəkli var. Hər ikisinin şəklini çəkib göndərərsən qrupa. Oldu müəllim. Bir də müəllim çox uclu proyeksiyanın şəkli səhifə 47-də var. Ha, o Əgər da var, bilirəm. istəsəniz Burada uşaqlar hə, götürər. verib. Hə? Etik onsuz da çox elə vacib bir şey deyil, istifadə olunan bir şey deyil onsuz da. Nəysə. Miqyasına görə, məzmununa və ərazi əhatə etməsinə görə biz xəritəni 3 hissəyə ayırırıq təsnifatı zamanı. Miqyasına görə böyük, orta və kiçik miqyaslı olmaqla hissələrə ayırırıq. Böyük miqyaslı xəritələr deyəcək ki, bir bölünsün, bax 10 min. 10 mindən başlayır xəritə olmağa. 10 minə qədər olan hissə plandır. 10 mindən yuxarı xəritədir. 10 mindən başlayıb gəlsən 200 min falan bunlar xəritədir. Hətta keçən il güvənin sınavında da bir dənə sual düşmüşdü. Xəritələrin nə bilim miqyasının düzülüş formasına aid bir sual vermişdilər. Orada bir dənə xəritənin miqyasını 10 min yox, 5 min vermişdilər. Hətta belə bir xəritə vermişdilər və onu uşaqların çoxusu demişdi ki, burada bu xəritə deyil, plandır artıq. Sualda xəritə soruşurdu bizdən. Səhv yazmışdılar. Əslində bax bu bizim, yəni düzdür, mən çox elə şeylərə danışmamışam indiyə qədər olan dərslərdə də. Bizim kitablarımızda səhvliklər çox uşaqlar. Hədsiz elə səhvliklər var. Səhvlik deməyim, belə deyək də, elə ki, xarici mənbədən köçürürlər bizim kitabları və orada biz diqqət yetirmirik ki, hə, bu dəyişilən məlumat nə qədər dəyişdi, bu məlumatı mən nə qədər dəyişmişəm, nə qədər doğru, düzgün tərcümə eləmişəm mən məlumatı. Yəni, məsəl üçün deyirsən ki, 10 mindən yuxarı xəritə başlayır. 10 mindən aşağı xəritə yoxdur. Ha, adamı yerə yıxıb adamın gözünə soxarlar. Nələri bilirsiniz? O faydalı qazıntıların olduğu ərazinin xəritələri. O kəşfiyyatçıların, hərbiçilər, kəşfiyyatçıların işlətdiyi xəritələri. Bunun miqyası nə qədərdir bəs? Maksimum 5000, 7000, 8000 miqyasında xəritələrdə bunlar. Çünki bax, onları bizə nə üçün vermirlər. Amma güvəndə mən üçün onu o şəkildən yanaşma edib onu düz qəbul etmişdilər oradakı. Nə bu yox. Bu xəritədə yəni belə bir xəritə var, mövcuddur yəni ki. Başa düşdük. Amma dinin qəbuluna təbii ki, də gəlsə bir şey deyil, narahat olmayın bundan. Sonra miqyasına görə ayırdıq hissələrə. Böyük miqyaslı xəritələr topoqrafik xəritələr adlanır. Orta miqyaslı xəritələr icmal topoqrafik xəritələrdir. Kiçik miqyaslı isə icmal xəritələr hesab olunurlar. Topoqrafik xəritə, topoqrafik plan, bunlar daha çox böyük miqyasla verilir deyə daha dəqiq təsvir vasitələri hesab etmək mümkündür bunlar. Məzmununa görə ümumi coğrafi xəritələr tematik və kompleks xəritələr olmaqla hissələrə ayrılır. Ərazi əhatə etməsinə görə isə dünya və yarımkürələrin, materiklər və okeanların, ölkələr və onun hissələrinin xəritəsi olmaqla hissələrə nə edirik? Ayırırıq. Burada əsas lazım olan bizə nədir? Ümumi coğrafi, tematik və kompleks xəritənin varlığı. Bunlar bizə çox istifadə olunur. Ümumi coğrafi xəritələr, yadda qalsın, topoqrafik xəritələr məhz bura aiddir. Yəni, böyük miqyaslı xəritələr ümumi coğrafi xəritəyə aiddir. Ümumi coğrafi xəritədə bir neçə məlumat birgə şəkildə təsvir verilir. Bax, bu lakin demişdim, sizə Avstraliyası demişdim, yoxsa yox. Avstraliyada xəritənin tərsinə asılmasıdır. Özlərini şimalda görsünlər deyə. Hə, ümumi coğrafi xəritələrdə biz bildiyimiz fiziki, iqtisadi xəritələr, siyasi xəritələr ümumi coğrafi xəritələrdir. Bu xəritələrdə bir neçə məlumat qarşı şəkildə burada verilir. Bax, yadda saxlayaq nəyi? Fiziki xəritələrdə məsəl üçün ölkələrin sərhədini müəyyən etmək mümkün deyil. İqtisadi xəritələrdə ölkələrin sərhədini müəyyən etmək mümkündür, amma dağlar falan müəyyən etmək olmur xəritələrdə. Yəni ki, orada ancaq ölkələr verilir artıq. Hə.
Sonra böyük miqyasda tərtib olunur bu xəritələr. Tematik xəritələr, xüsusi miqyaslı xəritələr, xüsusi xəritələr də deyə bilərik biz buna. Tematik xəritədə tema, mövzu. Yəni bir temadan söhbət gedir. Yalnız bir mövzudan danışırıq biz burada. Yəni məsəl üçün biz deyə bilərik ki, əhali xəritəsi, tematik xəritədir. İqlim xəritəsi, torpaq xəritəsi, yağıntı xəritəsi. Yəni bir mövzu gedirsə, bunlar tematikdir. Ən çox da imtahana bu tematik düşür ha, şeylərə, sınaqlara falan düşür ən çox. Deyir Azərbaycanın məsəl üçün geomorfoloji xəritəsi nədir? Tematik. Azərbaycanın torpaq xəritəsi nədir? Tematikdir. Başa düşdük. Yəni bir mövzu varsa tematikdir. Bir və ya iki mövzu birləşirsə, olur kompleks xəritə. Yəni birinci və ikinci tema birləşir, olur kompleks. Məsəl üçün, torpaq və iqlim ayrı-ayrılıqda nədir? Tək olanda tematikdir. Torpaqla iqlimi bir yerə birləşdirirəm, edirəm mən nədir? Təbii zonaların xəritəsini və bu olur nə? Artıq kompleks xəritə. Artıq burada mən iqlim və torpağı təsvir etmişəm deyə təbii zonaların xəritəsi nə olacaqdır? Kompleks. Sinoptik xəritələr kompleksdir. Sinoptik xəritələr haqqında mən ümumiyyətlə burada bəzi məlumatlar qeyd eləmişdim mən. Görüm o qalırmı burada yoxsa yox. Boş, nə qədər də. Relyef formalarının öyrənilməsində horizontallar, yəni ərazinin dağ çökəkliyi olmasını bildirir. Yamacın meyilliyi yenə horizontal meyilliyi azdır. Ərazinin süxur laylarının yatın forması torpaq qatının təyin edilməsində. Hə, bu təsvir vasitəsidir. Planda üfüqün cəhətini müəyyən etmək olmur. Bunu bilin. Planda üfüqün cəhətini kənarda verilən oxa əsasən müəyyən etmək olur. Ə, Həmçinin planda yamacın meyilliyi, çay şəbəkəsinin sıxlığını müəyyən etmək mümkündür. Yerin əyriliyi nəzərə alınmır planda, yadda qalsın. Qlobusda hər tərəfdə miqyas bərabərdir deyə qlobus bərabər miqyası hesab olunur. Plan və qlobusda miqyasın kəmiyyəti sabitdir, miqyasın özü dəyişir ha. Bax, miqyasın kəmiyyəti sabitdir, amma miqyasın özündə dəyişmə var. Necə? Məsəl üçün, böyüyüb kiçilə bilər miqyas. Kəmiyyət məsəl üçün 5-dirsə, hər ilə bu 5 ilə gedəcək, amma böyük və ya kiçik miqyas şəklində verilə bilər bizə. Generalizasiya ümumiləşdirmə deməkdir. Planda azdır, qlobusda ümumiləşdirmə çoxdur. Yadımızda, çünki plan daha kiçik ərazinin təsvir vasitəsidir deyə. Sonra nə deyir? Planda coğrafi koordinatlar kənardakı oxa görə təyin edilir. Bunu bildik. Bu sinoptik xəritədir. Sinoptik xəritədə nə var? Hava elementlərinin göstərildiyi xəritədir. Atmosfer yağıntıları, bulutluluq, atmosfer təzyiqi, alçaq və yüksək təzyiq olması və küləyin istiqaməti və gücü göstərilir. Bax, bu xəritələrin üzərisində atmosfer yağıntısı, bulud, təzyiq və küləyin istiqamətindən gücü göstərilir bizə. Yadda saxlayaq bunu. Testlərə birdən düşür ki, sinoptik xəritədə bizə nə göstərilir? Sonra bu xəritələrdə kompleks xəritələrdir. Dairəvi xəttlər izobardır, təzyiqi göstərir. Bax, indi biz burada xəritəyə baxsaq görə bilərik ki, burada bax bu horizontallar nədir? İzobarlardır. Bunlar bizə təzyiqi göstərir. Yəni burada olan təzyiq, burada olan təzyiq nədir? Bir-birinə bərabər olduğunu göstərir. Sonra burada var, özünüz kitabda baxsanız görəsiniz, sinif kitabında, 8-ci sinifin sinif kitabında da var ha bu. Dairələr verilib. Dairənin içi bəzisi sarı verilib, bəzisi qara verib görürsünüz. Qara dairələr gecə olduğunu, günəşsiz gün olduğunu bildirir. Sarı dairələr günəşli günün olduğunu bildirir. Vaxtın günəşli olduğunu bildirir. Sonra küləyin istiqamətini bildirir. Bax bu düz xəttlər. Bax bu düz xəttlər küləyin istiqamətini bildirir. Külək belə gəlir, yəni. Külək belə gəlir, yəni. Başa düşdük, bunu bildirir. Burada olan qırıq-qırıq xəttlər isə küləyin sürətini bildirən xəttlər hesab olunur. Uzun xəttlər 2 baldır, qısa xəttlər isə 1 bal hesab olunur. Yadımızda qalsın. Bax bu sinoptik xəritə haqqında olan məlumatı yadda saxlamaq lazımdır. Sonra bu da belə getdi. Məsafə və sahənin hesablanması parietika məsələsinə burada gəlir uşaqlar. Parietika nədir? Elə bil ki, bir əkin sahəsi verilir. Bunu müəyyən hissəsini hesablayırsan. Bax bu şəkildə sadə bir şeydir əslində parietika. Baxırıq. Elə bir əkin sahəsidir. Üstündən bax görsən bu xətti çəkmişik. Belə bir əkin sahəsidir. Bunun sahəsini hesablamalıyıq görək nə qədərdir.
Bunu hesablayan zaman nə alırıq? Bu riyaziyyat damalı dəftərin üzərisində verilir həmişə bizə bu suallar. Yadda saxlayır ki, bir bütöv dama var, bir də iki yarımçıq dama var. Bir dama bərabər neçəyə? 0,25 kvadrat santimetrə. Bundan yazım. Bir dama bərabərdir 0,25 bax kvadrat santimetr. Ha, kvadrat yaddan çıxıb qalmasın. Çünki bu kvadrat olanda bu tip suallarda artıq miqyas nə olur? Yüksəldilir kvadrata. Ona görə bu kvadrat yadımızda qalsın. Ha, sonra iki yarımçıq dama bərabərdir bir bütöv damaya. Yəni belə bir şey düşünək. Elə bil ki, bir dənə bütöv damadır. Sonra bir dənə yarımçıq damadır. Sonra da bir dənə yarımçıq damadır. Ha, bu yarımçıq birləşdi nə oldu? Bir dənə bütöv dama oldu. İndi baxırıq burada. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23. 23 dənə nə var? Bütöv dama var. 23-ü vururam 0,25 kvadrat santimetrə. Yarımçıqları sayıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24. 24 tane yarımçıqlama var. Bak burada xətt görsən kiçik bir hissəsindən keçir, bu da yarımçıqlama hesab olunur. Yarımçıqda imenin ortasından keçib bu xəttlə yarıya bölməli deyil ha. Bax qulağı belə gəldi keçdi ha, oldu yarımçıqlama. Qoy bunu vurmağa saxlayıram elə. Hə, 23 dənə bütöv damadır, 24 dənə də yarımçıq damadır. 24 yarımçığın neçə edir? Yatıb hamısı. 12 Hə, müəllim. hə, bütöv 12. müəllim. 12. 23-ün 12. üstə yavaş yavaş qurbağanın gölünə deyir daş atırsan. 12 mi oldu? Hamınız birdən məsələ çıxartdınız. 23 ilə 12 toplayıram nə qədər edir? 35 dama. 35-də vururam 0,22 tapıram ki, bu qədər sahəmiz var. Yəni bu paralletika bundan ibarət olan bir şeydir. Baş miqyas, xüsusi miqyas var idi. Baş miqyas xəritənin kənarında verir. Biz daha çox hesab işlərində xüsusi miqyasdan istifadə edirik, yadda qalsın. Kartoqrafik tədqiqat metodları, vizual tədqiqat metodu var. Doğrusu ondan bu. Kartometrik var, qrafik təhlil metodları var. Burada uşaqlar bu metodlarda biz vizual deyəndə burada biz xəritənin üzərisində nə işlər görürük, buna fikir verək. Vizual görüntü deməkdir. Yəni ilkin gözümüz baxanda gördüyümüz şeylərdir. Yəni burada biz relyefdir, çay şəbəkəsidir, iqlim xüsusiyyətləridir. Əsasən bunlara biz fikir veririk, yadda saxlayaq ki, vizual təsvir vasitələrində. Və burada biz xəritənin riyazi əsasını hesablayırıq, yəni onun miqyasını müəyyənləşdiririk. Xəritənin obyekt və hadisələrin təsvir olunduğu üsul, yəni hansı üsul, bayaq üsullar var deyə, areal, kartoqrafik falan, kartodiaqram falan üsulları. O üsuldan hansı istifadə olunub, sonra ərazinin ümumi coğrafi səciyyəsini veririk və nəticə çıxarırıq. Yəni biz lazım olan əsas nədir vizualda? Relyef, çay şəbəkəsi, iqlim xüsusiyyəti, yəni əhalinin yerləşməsi, nəqliyyat, magistral yollar falan. Bunlar varsa bu vizualdır. Yəni xəritəyə baxan kimi gördüyümüz nə varsa vizualdır. Vizual görüntü demək. Yəni gözlə gördüklərimizdir. Sonra gəlirəm karton metrikə. Karton metrikdə burada artıq metr sözünü yada saxlayaq ki, hesablama var. Yəni coğrafi koordinatların təyin olunması, hündürlüklər, uzunluqlar, sahələrin ölçülməsi, azimutun, istiqamətin və s. çıxarılması kartometrikdir. İki forması var: lokal və qlobal. Lokal bir ərazi üçündür, qlobal isə daha geniş ərazilər üçün istifadə olunan təsvir vasitəsi hesab olunacaqdır deyəcəksiniz. Qrafik təhlildə isə biz artıq burada profillər, qrafiklər qururuq və bu qrafiklərin içərisində müəyyən təsvirlər veririk. Yəni biz məsəl üçün süxurları verə bilərik. Orada biz